Salam dostlar, xoş görürük sizləri. Çoxdandır video hazırlamıram. Tövlədə gəlir və xərclər barədə video hazırlamıram. Yem alışını çəkib sizlərlə paylaşdım. İndi isə istəyirəm ki, bu 2 ay ərzində mallardan nə qədər gəlir götürmüşəm, onu sizlərlə paylaşım. Öncə heyvanlara qulluq edək, həm yemdən danışaq. Daha sonra isə gəlirlər barədə danışarıq. 4 baş sağlam nəyim var, dostlar, bilirsiniz. Müxtəlif yemlərdən istifadə edirəm. Bu mərmər tozudur. Birinci, hər heyvana 300 qram kəpək. Daha sonra isə arpanın yemi hər heyvana. Qulluğumuz eynidir, hər gün eyni qulluq edirik. Qarğıdalı yarması, bu qarğıdalı yarmasıdır. Bu da təxminən 800 qram edir. Dəqiq ölçməmişəm, yadımdan çıxıb. Bu isə yeni aldığım yemdir, soya yemi. Qubadan aldım, 1 kilogramı 1 manat 40 qəpiyə. Təxminən hərəsinə hər dəfədə 1 kilogram, gün ərzində isə 2 kilogram verirəm. Bu isə süd yemidir. 58 qəpiyə alıram. Hərəsinə 1 qaşıq mərmər tozu. Yaxşı qarışdırıram. Yemi mütləq qarışdırmaq lazımdır. Bərabər səviyyədə paylanmaq üçün. Sonra isə kökəltmə heyvanlarım üçün yem hazırlayıram. 2 qab kəpək, 600 qram. 1 qab qarğıdalı yarması, 2 qab arpa yarması, 1 qab isə standart kökəltmə makaron yemi var, ondan. Onları da töküb yaxşı qarışdırırıq. Daha sonra isə inəklərin qabağına servis edirik. Bir-iki günə heyvanları yaylağa göndərəcəm. Onu da sizlərlə paylaşacağım. Çünki artıq havalar istidir. Heyvanlar gərək tövlədən çıxsın. Uzaqlara da makaron yemi verirəm. Dostlar, bilirsiniz ki, 1194 manat yemə xərcim çıxmışdı. Qazellə gətirmişdim. Bəzi yemlər sonradan qurtardı. Yenə əlavə elədim. 217 manatlıqda makaron yem, soya yemi almışam. Bu isə toplam mənim xərcimi 1411 manata gətirib çıxaracaq. 2 ay ərzində mən 1411 manat yemə xərc çəkmişəm. İndi isə sağın işlərinə başlayırıq. Öncə quyruqlarını bağlamaq lazımdır, çünki sağın zamanı mane olmasın.
Sağım aparatını tövlədən çıxarmaq lazımdır həmişə iş bitdikdən sonra, çünki heyvanlardan açılan ola bilər və aparata zərər yetirə bilər. Heyvanlarımdan biri deyəsən bəhər istəyir. Ivanovka sortu düyəm, birinci qarına bu il doğmuş düyəm. Bəhərini istəyir. Hələ ki imkan yoxdur. Əslində mənim planım sentyabr ayında heyvanların içində göngə buraxmaqdır. Çünki İstəmirəm ki, aprel ayında heyvanlar balalasın. Çünki işlərimiz çox olur. Dərman atmaq, bağ işləri qarışır aləm bir-birinə. Bir dəfə də sağan aparat barədə video hazırlamaq istəyirəm. Təzə başlamaq istəyən dostlarımız üçün. İnşallah növbəti videolarımın biri də bu barədə olacaq. Heyvanların döşlərini təmizləmək lazımdır əvvəldən, çünki sağmaq mümkün deyil. Həm də təmizlik mütləqdir. Sağım bitdikdən sonra da əllə aparatla köməkli eləmək lazımdır ki, təmiz sağsın. Amma yenə təmiz sağılmır, azmaz qalır. Dostlar, inək sağan aparat yaxşıdır, onu sağmaq həm asandır, həm də süd də təmiz olur. Dostlar, mütləq sağım bitdikdən sonra heyvanları kontrol etmək lazımdır. Çünki azmaz süd qalır. Bu mastit xəstəliyinə səbəb ola bilər. Ona görə mütləq sağım bitdikdən sonra heyvanları yoxlamaq, azmaz qalan südü sağmaq lazımdır.
Dostlar, 2065 manatdaki sütdən gəlir götürmüşəm məhsuldan. 2 ay ərzində. Aparatı sonda daha yaxşı yumaq lazımdır. Səhərin yeminə hazırlıq edirəm. Yımıqdır. Dostlar, bayağı yadımdan çıxmışdı. Bir qabda yımığı bir gün əvvəldən isladıram. Yəni bu islanır. Gördüyünüz yemləri isə səhərsi günü bunun üstünə əlavə edirəm. Otun xərcləri barədə məlumat vermək istəmirəm. Orta hesabla günə 2 pres gedir. Çünki ot xərci barədə ayrı bir video hazırlayacağım. Dostlar, demək 3520 manatlıq da heyvan satmışam. Yəni 2 dənə dişi düyə var idi, onları satdım. 200 manatlıq da peyin satmışam. Peyin yenə var, yenə doğulub. Yenə satılmalıdır. Dostlar, son nəticə olaraq 2065 manatlıq süt satmışam, məhsul satmışam. 1411 manatlıq yemə pul vermişəm. 200 manat peyindən gəlir. 3520 manat isə ət satışı olub. Toplam olaraq 5785 manat pul gəlib. Ondan 1411 manatı yemə xərclənib. Arada qalan 4374 manatdan bir dənə dana almışam. Bir danaya, aldığım danaya 820 manat pul vermişəm. Bir dənə də generator almışam. Ona da 750 manat pul vermişəm. Çünki generator lazım idi. Axşamlar sütü sağa bilmirdim. İşıqlar bizdə zəifdir. Demək dostlar, generatoru da dananın da pulun çıxdıqdan sonra 2804 manat pul qalır. Dostlar, indi siz qərar verin. Heyvandarlıq sərfəlidirmi? İstərdim ki, yorumlarda bu barədə münasibətinizi bildirəsiniz. Növbəti videonun da sonuna gəldik. İnşallah növbəti videolarda görüşənədək sağ olun, sağlıqla qalın.